Yaxşı. Lorentz qüvvəsi. Lorentz qüvvəsi. Uşaqlar, Lorentz qüvvəsi F Lorentz bərabərdir QVB sinus alfa düsturu ilə tapılır. QVB sinus alfa düsturu ilə tapılır. Normalda naqilin daxilində, topun daxilində yüklü zərrəciklərimiz var idi, mənim üzrə. Bu yüklü ki zərrəciklər var və ya sərbəst elektronlar var. Bax, bunlar naqilin daxilində uşaqlar, bax, bu formada çevrəli zaraq, spiral varid ola bilər, perpendikulyar ola bilər, yüklü zərrəciyin daxil olmasından asılıdır da. Bax, formada çevrəli zaraq hərəkət edirlər. Çevrə cızıldığı üçün uşaqlar, Lorentz qüvvəsi, qüvvə çevrədə həmşara yönələr. Mərkəzi qüvvədir. Lorentz qüvvəsi hər zaman mərkəzi qüvvədir. Hər zaman çevrənin mərkəzinə yönəlir. Mərkəzi qüvvədirsə, bunun işi sıfır olur uşaqlar. F Lorenz'in, bax, işi sıfırdır. Yaddan çıxartmayın. Lorentz qüvvəsinin gördüyü iş sıfıra bərabərdir. Yüklü zərrəciyimiz, Lorentz qüvvəsi yüklü zərrəciyimizdən, onun sürətindən və maqnit induksiyasından bir sinus alfamızdakı V ilə B arasındakı bucağımızdır. Lorentz qüvvəsi 3 halda 0 qiymət alır. Birincisi, Lorentz qüvvəmiz 0 olar ki, yük olmasa, bu hansı zərrəcikdir? Neytron. Mesela neytronun qüvvə təsir edir, Lorentz qüvvəsi təsir edir. İkinci halda Lorentz qüvvəsi 0 qiyməti alar ki, yüklü zərrəcik hərəkət etməzsə. Üçüncü halda Lorentz qüvvəsi 0 qiyməti alar ki, mənim bu alfa bucağı 0 və 180 dərəcədə. Sinus 180 də 0-da nədir? 0-dır. Bunlara görə Lorentz qüvvəsi də avtomatik olaraq 0 qiyməti almış olur uşaqlar. Biz üçün bəzən də burada Lorentz qüvvəsinin F Lorentzi QVB, V-ni yenə kinetik enerjini yaza bilərik. Q vurulsun kök altında 2Y kinetik bölünsün M vur B və ya Q vurulsun kök altında 2QU bölünsün M vur B. Bu 2Q bilirsiniz, kinetik enerjimizin əvvəlidir. Və ya kinetik enerjide bir düstur keçmişdik. F-R bölü 2 düsturu. Yadda gəlir, kinetik enerjinin bir düsturu var, 4-cü düsturu deyikdən. Bu Lorenz'dir orada. Yaddan çıxartmayın. Radiusu sabit olanda bu düsturlardan istifadə edirik. Ancaq induksiyamız sabit olduqda isə məhz bu düsturlardan istifadə olunur. Uşaqlar, yüklü zərrəciklərimizi bizim üçün belə bir problem qoyur qarşımıza. Deyir ki, F Lorentz, yəni MA-dır, bərabərdir QVB-yə, A da bərabərdir QVB bölüsün M düsturu. Deyir ki, sahəyə proton daxil oldu, cızdığı çevrənin radiusu alfa zərrəciyidir. Cızdığı çevrənin aldığı təcil A-ya bərabərdir. Düz istəyir. Deyir ki, sahəyə proton daxil oldu, protonun aldığı təcil buraya yazacaq. A protonun ki, A-ya bərabərdir. Bizim üçün deyir, sahəyə alfa zərrəciyi daxil olacaq, bunun cızdığı təcil nəyə bərabər? Əvvəlcə uşaqlar, sahəyə daxil olan proton. Protonu birinci yadımıza salırıq. Mən buradan qeyd aparıram sizin uşaqlar. Proton 1-in 1-ədir. Yəni, kütləsi 1, yükü 1. Aşağı həmişə yük olur, yuxarı həmişə nə olur? Kütlə olur. Bunu yaddan çıxartın. Bu protondur. Sonra bunun elektronu mənfi 1-in sıfıradır. Elektron mənfi 1-in sıfıradır. Kütləsi mənfi 1-dir, amma yükü isə yükü mənfi 1-dir, kütləsi demək olar ki, sıfıra yaxındır.
protondan qat-qat kiçikdir. Protonun antisi var. Müsbət biri sıfıradır uşaqlar. Bu pozitron adlanır. Pozitron. Buna yazıram elektron. Buna yazıram pozitron. Protonun, bu protondur. Bir de antiproton var, mənfi birim birə. Antiproton ise protonu məhv edir, pozitron ise elektronu məhv etmək üçün uşaqlar. Bu da antiproton. Bu ise antiproton. Bir de alfa zərrəciyi var uşaqlar. Alfa zərrəciyi helium hissəlidir. 2-nin 4-ə. Həmişə də müsbətdir. Yaddan çıxartmayın. Kütləsi 4, yükü nədir? Deyir ki, protonun aldığı təsir A-dır. Birinci protonun için yazıram. A bərabərdir. QVB bölünsün M-ə. Yükü protonun nədir? 1. Kütləsi nədir? 1. 1-i 1-ə bölü, qalır V vurulsun B. İndi alfa zərrəciyinə baxaq. Bu protonuncudur. A alfa zərrəciyininə baxaq uşaqlar. QVB bölünsün M. Yükü nədir alfa zərrəciyinin? 2. Kütləsi nədir? 4. 2 VB bölünsün 4'e. İqtisadiyyələr qalar VB bölünsün 2. Onda eğer bununki A'dırsa bununki nə olacaq? A bölünsün. Məsələn 2. Başa düşdünüz o? Yerinə qoyarkən bu formada yerinə qoymuş olursunuz. Bu yerdən çıxartırsınız. Qeyd yazaq ki, Lorentz qüvvəsi sol əldə tapılır. Lorentz qüvvəsi sol əl qaydası ilə tapılır. Lorentz qüvvəsi sol əl qaydası ilə tapılır. Sol əlimizi elə tuturuq ki, sol əlimizi elə tuturuq ki, 4 barmaq sürət istiqamətində, 4 barmaq sürət istiqamətində, 4 barmaq sürət istiqamətində induksiya vektoru ovucumuza daxil olur. İnduksiya vektoru ovucumuza daxil olsun. Açılan baş barmaq, açılan baş barmaq, açılan baş barmaq Lorentz qüvvəsini göstərir. Açılan baş barmaq Lorentz qüvvəsini göstərir. Açılan baş barmaq Lorentz qüvvəsini göstərir. İndi baxaq. Sahəyə daxil olur proton V sürəti ilə. Sahəyə daxil olur neytron. Bu da V sürəti ilə. Bir də sahəyə daxil olur elektron. Bu da V sürəti ilə. Yazdınız onları ora o şəkildə. Aşağıdan bir qeyd yazın. Qeyd yazaq. Qeyd yazaq. Yük əgər mənfi olarsa, yük əgər mənfi olarsa, yük mənfi olarsa, əlimizin tərsini tuturuq. Yük əgər mənfi olursa, əlimizin tərsini tuturuq. İndi qulaq asalım, diqqət yetirəyin. Lorentz qüvvəsi sol əl qaydası ilə tapılır. Baxın, qaydanı bilməsəz, bir şey yazamayacaqsınız. Bunu birinci qayda bilinməlidir.
Sol əlimizi elə tuturuq ki, 4 barmaq cəryanı sürət istiqamətində, yəni naqili sürət istiqamətində yüklü zərəci. İnduksiya ovuca daxil olur. X-li sahədir, yoxda olsaydı belə tutacaqdır, X-li sahə. Açılan baş barmaq mənim üçün bax bu formada Lorenzi göstərir. Və dedik, nə eləyir? Çevrə cızır. Şura. Bax bu formada çevrə cızacaq. Gələcək məsələn, baba bura, müsbət bu tərəfə. Gələcək baba bura, müsbət aşağı. Gələcək baba bura, müsbət bu tərəfə. Bu nədir? Neytron. Neytron yüksüzdür uşaqlar. Elə düz də hərəkət edəcək, buna qüvvə təsir etmir. Üçüncüsü necə yüklüdür? Mənfi yüklüdür. Elektron. 4 barmaq sürət istiqamətində induksiya ovuca daxil olur. Yük mənfi olduğu üçün əlini nəyi çevirirlər? Tərsini çevirirlər. Hara yönəlir? Aşağı yönəlir. Bax, bu da nə edəcək? Bax, bu formada çevrə cızacaq. Gələcək məhz bura, bu istiqamətdə. Gələcək məhz bura, bu istiqamətdə. Gələcək məhz bura, bu istiqamətdə. Aydın olur, Lorenz qüvvəsi sol əl qaydası ilə tapılır. 4 barmaq sürət istiqamətində induksiya ovuca daxil olsun, atılan baş barmaq Lorenz qüvvəsini göstərir. Bu proseslərdə hər zaman qaydanı bilirsinizsə belə. Bəzən görürsünüz ki, çevrə verəcək Lorenz həmişə mərkəzdədir. Sürət ona toxunan istiqamətdədir. Aydındır? Həmişə sürət toxunan istiqamətdədir. Yəni, burada belə istiqamətdə gedəcək sürət. Burada bu istiqamətdə gedəcək, burada bu istiqamətdə gedəcək. Burada da belə. Sürət həmişə toxunan istiqamətdədir. Ancaq Lorenz isə mərkəzə yönəlir. Vəssalam. İndi yazacağımız bir balaca pəncərə açıram. Qəbul imtahanlarına qaçırılmaz. Həm genetik əlaqə bağlanılır yazacağımız qaydayla. Həm çox düşür, həm bundan sonra testdə istifadə edəcəksiniz. Kiçik bura bir qayda yazacağım. Yəni, nadir qəbul imtahanı görəsiniz ki, orada düşməsin bu bölmə. Onun üçün çox vacibdir. Yaxşımı? Hər zaman bu hissəsinə xüsusi diqqət yetirək. Və yazdıq ki, MA bərabərdir QV-B düsturudur. Yüklü zərrəcik çevrə cızdığı üçün A-nın yerinə V kvadratı böl R yaza bilərəm. Vurulsun, A-nın yerinə yazaram ki, V kvadratı böl R bərabərdir QV-B-yə. Bu V-lərimizin biri buradan ixtisar gedər və mən R-i tapsam, olar MV bölünsün QB. Bu cızılan əyrilik radiusudur. Yüklü zərrəciyin cızdığı, bax buna yazıram, əyrilik radiusu. Kütləsi nə qədər böyük olarsa, cızılan əyrilik çox qədər böyük olacaq. Məsələn, və yaxud da deyəcək, proton daxil olduğu R çevrəsini cızdı, alfa zərrəciyin yükü 4-dür. Kütləsi 4-dür, yükü 2-dir. İxtisarcısı 2 dəfə ondan daha böyük bir radiusu cızacaq. Aydındır, buna deyirik əyrilik radiusu. Bunu impulsdan da əvəz edə bilərsiniz. P bölünsün ki, B-də yaza bilərik. Çevrədə bizim periodun düsturu var idi. Nə idi? T bərabər idi. 2 pi R bölünsün V düsturudur. Məşhur. Mən bu R-i gətirib, baxın, burada yerinə yazası olsam, olacaq 2 pi M V bölünsün V vurulsun Q B. Buradan V-lərimiz ixtisar gedər qalar. 2 pi M bölünsün Q B. Bu perioddur. Tezlikdə bunun nə qiymətidir? Tərs qiymətidir. Onda QB bölünsün 2 pi M-ə. Baxın, nə mənim periodum, nə tezliyim radiusdan, sürətdən, impulsdan və kinetik enerjiden aslı deyirlər. Radiusda yoxdur, sürətdə yoxdur, sürət yoxdursa impulsda yoxdur və birbaşa kinetik enerjimizdə yoxdur. Bax, bunu çox-çox istifadə edəcəksiniz. Həddən artıq çox istifadə edəcəksiniz. Uşaqlar bunu yaddan çıxartmayın. Ya periodun düsturunu istəyir, ya tezliyin düsturunu istəyir, ya bu qrafik istəyir, ya əyrilik radiusunu istəyir, ya da bunlara aid məsələ istəyir. Həmişə həm rahatdır, həm atom fizikasına lazımdır, həm genetik bağ bağlanır, həm tezdə istifadə edəcəksiniz deyə bu düsturları həmişə bilmiş olun uşaqlar. Bir dənə buranı açıb, burada da bir düsturumuz var, onu yazmış olaq uşaqlar. MV bərabərdir QBR-dir. Buradan Q bölünsün M-i tapırıq. Uşaqlar, Q bölünsün M xüsusi yükü verir bizim üçün. Bu xüsusi yükdür.
yükdür. Xüsusi yükümüzün vahidi də var. Q böl M kulon bölünsün kilogramdır. Xüsusi yükümüz əksərən Q-dən M-dən asılı olan bir şey deyil. Bu Q böl M, burada nə qalır uşaqlar? Yuxarıda V qalır, aşağıda da B, L qalır. Bu gördüyünüz ifadəyə biz, V bölünsün B, bu gördüyünüz ifadəyə biz kütlə spektrografi, kütlə spektri də deyirik uşaqlar. Kütlə spektri. Kütlə spektru da məhz deyirik. Və salam, bu hissələrdə rahat. Hər zaman da bu hissəyə diqqət yetiririk. Bizim Lorentz qüvvəmizdə bu bölmə, bu balaca hissə özünüz həmişə çıxardın. MA QB-yə bərabərdir. Biz buradan L-i tapdıq, MB bölü QB. Bu düsturu bilirsinizsə, bunun yerinə rahat yazacaqsınız. Tezlik onun tərs qiymətidir və buradan da bir dənə kütlə spektrunu ortaya çıxartmış oluruq. Yenə dediyimiz kimi, bayaqki kimi. Proton girdi, bu radiusu çizmiş oldu. Alfa zərrəci hansı radiusu çizmiş olacaq? Aydındır. Məhz buna görə də həmişə bu tip suallara biz baxmış olacağıq uşaqlar. Var mı sualınız, əlavəniz? Qalan məsələlərdə məsələ üzərinə bir işlə baxalım.